öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Gələcək nailiyyətlərinin əsas təminatını da mədəni-mənəvi dəyərlərin yeni nəslə və bütün cəmiyyətə daha dərindən aşılamasında görürdü. Ümummilli liderin mədəni siyasətinin uğurları, onun incəsənətimizin inkişafı və tanıdılması yolunda atdığı addımlar bu dəfə Bəstəkarlar İttifaqında keçirilən elmi-praktik seminarda geniş təhlil edilib. Mövzunun davamı süjetimizdə. Milli incəsənətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin orada izi olmasın mədəniyyət xadimlərinin formalaşmasında. Onların dünyada tanıdılmasında ümummilli liderin rolu əvəzsizdir. Bir çox rəssam və musiqiçini, eləcə də kino işçilərini yeni əsərlər yaratmağa sövq edən də məhz Heydər Əliyev olub. Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən elmi-praktik seminarda da Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizə göstərdiyi böyük qayğıdan və incəsənət xadimlərinə diqqətindən söhbət açıldı. Bilirsiniz, çox əsərlər yaradılıb, belə götürək Arif Məlikovun 8-ci simfoniyasını və biz bilirik ki, onlar birlikdə səyahətdə olmuşdular, Məkkəyə getmişdilər. Ya da ki, götürək Akşin Əlizadəni, o da Babək baletini, bilirsiniz, Heydər Əliyevin təklifi ilə, yəni onun ideyası ilə bu baleti yaratmışdı. Elə mən özüm də, deməli, o da xor və simfonik orkestr üçün, yəni Heydər Əliyevin təklifi ilə bu əsəri yazmışdım. Heydər Əliyevin görüşdüyü bəstəkarlardan biri də maestro Niyazi olub. Məhz həmin görüşdən sonra maestro Rast muğamını nota alıb. Xalq artisti Ülviyə Hacıbəyevanın fortepiano üçün ifa etdiyi Rast muğamı da Niyazi musiqisinin parlaq nümunəsidir. Biz yəni uşaqlıqdan onun ümumiyyətlə Azərbaycan mədəniyyətinə, təkcə musiqi deyil, təsviri sənətdir, digər sahələrdə olan münasibətini daim televiziya vasitəsilə izləmişik. Onun konsertlərdən sonra ifaçılara göstərdiyi diqqət və qayğı. Bütün bunlar çox heyrətamiz duyğular yaşadıb həmişə bizə. Elə söhbətlər, elə ünsiyyətlər olur ki, bəstəkarlarımız onunla görüşəndən sonra, Ulu Öndərimizlə görüşəndən sonra böyük əsərlər, simfonik əsərlər bəstələyiblər, yazıblar, yaradıblar. Və əlbəttə ki, öz tövsiyələrində də hər zaman deyib ki, əlbəttə mahnı janrı çox yaxşıdır, mahnı janrı da yaxşıdır. Amma çalışın ki, iri həcmli əsərlər bəstələyəsiniz, opera, balet, kantata, romanslar, kamera əsərləri bəstələyəsiniz. Seminarda Heydər Əliyev və musiqi mədəniyyəti, eləcə də Azərbaycan kino sənətinin inkişafında Heydər Əliyevin rolu mövzularında məruzələr dinlənildi. Bildirildi ki, kino bir çox musiqiçilərin həyatında böyük rol oynayıb. Üzeyir Hacıbəyli kimi dahi bəstəkarın dünyaya tanıdılmasında Arşın Mal Alan filminin təsiri də danılmazdı. Şeyx Əbdülmahmud bəy olaraq məni formalaşdıran, yetişdirən Heydər Əliyevdir. Yəni bizi təhsil verən, Moskvada 2-ci təhsil milli kadrın formalaşması və mənim iştirak elədiyim Axırıncı Aşkirim, Yeddoğlistlərəm, Nəsimi və digər filmlər hamısı o kişinin sayəsində çəkilib. Niyə? Çünki o filmlərdən biz çəkirdik. Amma orada əsas tariximizlə, mənəviyyatımızla, dəyərlərimizlə bağlı epizodların çoxsu kesib çıxardırlar. Heydər Əliyev hakimiyyətə gələndən sonra ürəkləndik, ona görə də ilk dəfə Novruz bayramını çəkdik. Heydər Əliyev obrazı təsviri incəsənətdə adlı məruzədə isə Ulu Öndərin rəssamların ən böyük dostu olduğu vurğulandı. Yaradıcı insanların sərgilərinin sayının çoxalmasına, əsərlərinin müxtəlif ölkələrdə nümayişinə də geniş şərait yaratdığı bildirildi. Diqqətə çatdırıldı ki, Heydər Əliyev ədəbiyyatı, incəsənəti, musiqini, mənəviyyata, əxlaqa, tərbiyəyə təsir edən ən güclü vasitə hesab edirdi. Məmməd Məmmədli, Elvin Qəhrəmanov, Sevgi Əlizadə, Çinari Qambayeva, Mədəniyyət xəbərləri.